Bugün ballı tort hazırlayıram. 3 yumurtanı 1 stəkan şəkər tozu ilə qarışdırıram. 3 xörək qaşığı bal əlavə edirəm və 1 çay qaşığı sodanı 2 xörək qaşığı sirkədə söndürüb hamısını bir yerdə çalıram. Sonra üzərinə 100 qram kərə yağı atıb qazın üzərində yavaş-yavaş vaxtaşırı çalmaqla hazırlayıram. Yəni, gördüyünüz kimi buxar üzərində bişir. Sonradan bir un əlavə olunur. Yəni, ümumilikdə 4 stəkan un gedəcək. Unları qatıb qarışdırıram. Və yenidən sonuncu unu qatıb qarışdırmağa davam edirəm. Xəmirin hazırlığı rəngindən və duruluğundan bəlli olur. Daha 1 stəkan unu stolun üzərinə tökürəm və xəmiri onun üzərinə boşaldıram. Bunu isti olarkən etmək lazımdır, çünki sonradan xəmir bərkləşə bilər. Bu unu da yaxşıca qatıb xəmiri yoğururuq. Sonra hissələrə bölürəm. Belə ərzaqdan 6 gündə əmələ gəlir. Gündələri hazırladıqdan sonra dərhal yaymağa başlamaq olar. Açılmış gündələri bişirmək üçün kağızın üstünə qoyuruq və 200 dərəcədə sobada bişiririk. Tam bişənə kimi sobada qalır. Sonra bişmiş krem, yəni zavarnoy kremlə onu üzərini bəzəyəcəyik. Bişmiş krem üçün 1 stəkan una 2 stəkan şəkər tozu qatıb qarışdırmaq lazımdır. Sonradan üzərinə 2 stəkan da süd əlavə edirəm. Hər zaman qarışdıraraq qazın üzərində bişirirəm və krem qatılaşanda hazır olur. Onu soyutmaq lazımdır. 200 qram kərə yağına vanil tozu qatıb qarışdırırıq. Sonradan bişmiş kremi ona əlavə edirik. Yaxşıca çaldıqdan sonra kremimiz hazır olur. Kremin üst qatı şokoladlı glazurla bəzənir. Bunun üçün 1 stəkan şəkər tozu lazımdır və ona 3 xörək qaşığı kakao tozu əlavə edirəm.
Üzərinə 1 stəkan süd töküb qazın üstündə daim qarışdırmaq lazımdır və qatılaşanda hazır olur. Soyduqdan sonra 50 qram kərə yağı qatmaq lazımdır. Kremi korjlara qatmaq, yaxmaq vaxtıdır. Bütün laylarla bunu edib üst layı qoyuruq və söylədiyim kimi onun üzərini şokoladlı bəzəyirik.